Bax, burada deyir doğru olmayan fikirləri müəyyən edin. Düzdürmü? Deyir fəaliyyətdə olan və sönmüş vulkanlara rast gəlinir. Birinci yerimiz haradır bizim? Ümid. Bir. Ant dağları tərəfdə də. Aysa, Ant dağlarında biz bilirik ki, həm fəaliyyətdə olan, həm də sönmüş vulkanlarımız var. Məsələn, burada sönmüş Bəli, vulkanlarımızdan Çimbarosunu tanıyırsan da, düzdürmü? bəli, Yerdə bəli, qalan, məsəl üçün bizim vulkanlarımız var da, hansılar tanıyırsan? Kotapaxı vardı, sonra Lüblyaka vulkanımız vardı, Ruis vardı, San Pedro var idi, düzdür? Bunlar fəal vulkanlar. bəli. Sonra ikinciyə baxsaq, burada heç bir səhvlik yoxdur. İkinci yer haradır bəs? İki haradır bəs? Atlas İkinci dağları. şeydir, Atlas dağı, bəli. Aysa, Atlas dağları. Deyir, Azərbaycanın aid olduğu zəlzələ qurşağının başlanğıcı hesab olunur. Bu da doğrudur. Bilirsən ki, Azərbaycanın bu Alp-Himalay geosinknalında yerləşir də, orada aktiv ərazidir. Bəli. Getirik digər C variantına. Üçün olduğu yer hansı dağdır? Malbalıqdır. Alt Yəni, dağlar. Ant dağları da, bəli. Aha. Oyna tapdı. Orada 4804. Ona görə 5000 keçmir yəni. Aha, Alp dağların olduğu yerlərdir. Düzdürmü bura? Bəli, Alp dağı yoxdur, orada çox dağımız var. Məsəl üçün dağlarımızdan biz qeyd edə bilərik ki, Alp dağı var, Karpat dağları var. Bax bu istiqamətdə, yəni bizim təkcə Alp dağımız yoxdur. Yəni təxminən Alp dağının olduğu yerə düşür. Sən də bilirsən ki, Alp dağların hündürlüyü nə qədər? 4807 metr idi, düzdür? bəli. Hı -hı. Demək ki, 3 də C variantı da doğrudur, düzdür? Mütləq hündürlüyü 5 metrdən azdır. Keçirək Bəli. D variantına. D'nin olduğu yer bilsən də hansı dağdır? Dördüncü yer hansı dağdır? Dördüncü yer. Himalay dağları. Bəli, bəli. Ay sağ ol. Deyək, geosinknalın inkişafının üçüncü mərhələsinə daxildir. Düzdür. Cavan dağdır da geosinknalın üçüncü mərhələsinə daxildir. Bir səhv yoxdur. Bəli. Gəlirəm E bəndimə. 5-in olduğu yer hansı dağdır? Appalat. Ay sağ ol. Apalaç dağlarında biz bilirik ki, daş kömürü ehtiyatları zəngin idi. Düzdür? Bəli, bəli. Ay sağ ol. Amma ki, Apalaç dağları necə dağ idi? Faylı dağ idi. İfadə Qədim dağ idi. edir. Yəni onu biz qırışıq faylı deyə bilmərik. Aydındır? Bəli. Ay sağ ol. Demək canımız nə olacaq bizim səhv istəyirsə? Sən istəyirsən. Elə bir şey üçüncü yerinə götürə bilərik, deyil mi? Yox, yenə C deyirsən. Salam müəllim. Sağlamaq üçün E variantı olacaq. Hə, hə, Hə. bildim. Bəli. Birinci çünki baxın, Ant dağlarının olduğu yerdə Ant dağlarda fəaliyyətdə olan və sönmüş vulkan var. Burada heç bir səhvlik yoxdur. Məsələn, fəaliyyətdə olan vulkanlarımız Ruiz, Cotopaxi, daha sonra San Pedro, Lüblyaka'nın adını çəkə bilərik. Sönmüş vulkanını Çimbros'un adını çəkə bilərik. A bəndi düzdür. B bəndi uşaqlar. Deyəcəksiniz ki, o da düzdür. Atlas dağlar Azərbaycanın aid olduğu zəlzələ qurşağının başlanğıcı hesab olunur. Burada cavab C-dir. Xeyr, C variantı deyil. Üçüncü olduğu yer alt dağlardır. Alt dağlarından zirvəsi Mont Blanc'da 4807 metr. Yəni 500 metrdən azdır. 5 metrdən azdır. Digərinə baxıram. Dördüncü uşaqlar Himalay dağları, o da cavan dağdır. Geosinkron 3-cü mərhələsinə daxildir. Amma ki, burada olan Apalaç dağları daş kömürü ehtiyatlar zəngindir, amma qırışıq faylı dağ deyil. Faylı dağdır. Aydındır, qədim dağdır. Hə, Cavabımız olacaq E bəndi. Bildinizmi? bəli. Gəlirəm digər ikinci sualımıza baxıram. İkinci sualımıza nə yazmalıydıq? Cavablarını Mezar söyləyin. kanalizasyon. Tamam. Hmm. Hı -hı. Biraz tez olun uşaqlar. Nə yaza bilərik? Ha, bu ikisine de aynı şey yazabilir değil mi Bəli, zaten? bəli. Deyək, Şey, Şimalı Xəzərlə çevrəsinin Aral gölləri mövcud idi. necə? Xəzərlə Aral gölləri mövcud idi. Onu yazabilir yoksa Aha, deyir sual işarəsinin yerini yazıla bilməz. Üç geoloji dövrə bölünür, düzdür. Biz ki, Mezozoy bölünür, Tiras, Yura, Təbaşir. Kaynozoy bölünür, Paleogen, Neogen, Antropogen. Fanerozoy yanına daxildir hər ikisi. Fanerozoy yanına Paleozoy, Mezozoy, Kaynozoy daxil idi. Bu dövrdə canlılar mövcud idi hər ikisində. Dağıntılma prosesi baş verir hər ikisində. Mezozoyda Kimmer idi, Kaynozoyda isə Alp idi. Bu dövrdə Avrupa Xəzər və Aral gölləri mövcud idi. Bu olacaq təkcə Kaynozoya aid. kanalizasyon. Aydındır. Cavabımız olur E bəndi.
Ağay sənə də aydındır. Bəli. Verilmiş fikirləri nəzərə alaraq hansı yataqda hasil edən təbii ehtiyat haqqında məlumat əks edilmədiyini müəyyən edin. Buyurun görün uşaqlar, tapın bir dənə. Mən sizə atmışam bunu ki, siz baxıb yazasınız, yazmamışdınız hamınız. Yəni orada cavab deyil də Paraqçay. Aha. O Deyir Filiz, molibdenli Paraqçay. O da ay yoxdur. sağ ol, düzdür. Deyir Filiz faydalı qazıntıdır. Şərin zübait rayonunda hasil edilir. Kənd təsərrüfatı və kimya sənayesində istifadə olunur. İpək yatağında da. Bax, bilirsiniz ki, şər inzibati rayonunda hasil edirsə, filiz faydalı qazıntıdırsa, demək söhbət nədən gedir? Gümüşlüdən. Polimetal filizdən, yəni gümüşlü yatağına. Birinci gümüşlü yatağıdır. Kənd təsərrüfatı və kimya sənayesində istifadə olunur deyirsə, bu olacaq nə? Seolit, gil, hə, Qasim? Bəli. Ağdağ, Tovuzda seolit gil yatağı idi. Baxıram ipək yatağı ilə eyni təbii ehtiyat hasil edilir. Bu olacaq nə? Xromit. Bizdə Kəlbəcərdə göydərəkdir, Laçında da ipək idi. Şüşələrin hazırlanmasına istifadə olunur Hacıvəli və Hökməlidə olan kvars kum. Bir dənə yerdə qalır D bəndə. Parağaçay, Dixaçay, Ordubadda molibdent mis yatağımız idi. Cavabımız olacaq D. Aydındır. Keçirəm digər sualımıza baxıram. Azərbaycan geoloji quruluşu haqqında doğru olmayan fikirləri müəyyən edin. Azərbaycanda ən qədim süxurlar Paleozerasının kristorik şişləridir. Doğrudur. Bunu biz neynəmirik? Götürmürük. Vaxtilə dəniz suları altında olmuş bu ovalıq ərazisində 4-cü dövrün süxurları yayılmışdır. Deyəcəksiniz ki, bu da doğrudur. Azərbaycan ərazisində protozoun əvvəlindən müasir dövrə qədər mütləq yaşlı tərkibli çöküntülər yayılıb. Səhvdir. Səhv. Bəli, Azərbaycanda ən qədim paleozodur. Protozoy ola bilməz. Yüksək dağlıq ərazilərdə tabaşir, xeyr. Yüksək dağlıq ərazilərdə Yura. Orta dağlıqdaydı tabaşir. 4 səhvdir. Alt paleozoy süxurları Naxçıvanın alt paleozoy yox, üst paleozoy demişdik. Düzdür uşaqlar? Bəli. Ona görə 3, 4, 5 nədir? Yanlışdır. 6'ya Üst baxırıq. paylaşmada şeydir, mən Tovuz idi, Tovuz rayonu. Bəli, alt paleozoy Tovuzdaydı. Sonra 6'ya baxıram. Deyir, Mezoy arasında çökmə və vulkanik süxurlar Böyük Qafqazın Kiçik Qafqaz dağlarında rast gəlinir, düzdür. Mezoy arasının çökmə və vulkanik süxurları Böyük və Kiçik Qafqaz dağlarında geniş sahə tutur. Cavabımız olacaq nə? 3, 4, 5. Yanlış olan B variantıdır. Doğru olmayan variantı müəyyən edin. Baxırsınız uşaqlar. Birinci, bu əslində bizim kitabımızda verilib bunun şəkli. Bundan qəbula harca 1-2 dəfə sual düşüb. Okean dibinin relyefidir. Yəqin ki, baxmısınız da o təsviri. Okean dibi ilə bağlı olan təsvirimiz. Bəli. Deməli, uşaq, burada diqqət yetirirsiniz ki, birin olduğu hissə var. Bax, bir. Görürsünüzmü? Yuxarıdır. Birin olduğu yer materik nəyidir? Dayazlığıdır. Yəni, materikin şel zonasıdır. İkinin olduğu yer görürsünüzmü? Nədir? Aradır da. Bu ara nə ola bilər? Məsələn, 2-yə biz nəyə qeyd edə bilərik? Yəni, bu onsuz okean dibinin relyef formalarına daxildir. Məsələn, 2-nin olduğu yer qeyd edəcəksiniz ki, nədir? Okean novları. Yəni, okean çökəkliyidir. Düzdür? 3 abissal düzənliyidir. 3-ə nə deyə bilərik? Abissal düzənlik, okean yatağı. Okean yatağı deyək, lütfən. Bəli. Sonra 4-də baxın, okean silsiləsi, orta 5-də okean silsiləsi, 5 isə materik ətəyi. materik, bəli, ətəyi qeyd edə bilərik. Biraz yuxarı hissəsi materik yamacı olacaq. Deməli, materik dayazlığı, materik yamacı, materik ətəyi, orta okean silsiləsi, daha sonra abissal düzənlik, okean novu və materik dayazlığı. İndi bizə nə deyir? Materik tipli yer qabına malikdir. Deyir 1, 4 və 5. Düzdür bu. 4-də biz nə dedik? Orta okean silsiləsi demədik. Bəli. Aha. Məsələn, 1-ə dedin ki, materik dayazlığıdır. 5-ə dedin ki, materikin nəyi idi? Ətəyi. Ətəyi. Ay sağ ol. Amma 4-də onu demədin ki, materik adı çəkmədin. Orta okean silsiləsi dedim. Bəli.
Gəlirəm 3-dən 4-ə. 3 opsal düzənlik, 4 isə orta okean silsiləsi. Orta okean silsiləsi bilirsiniz ki, divergent sərhədlərdə yaranır. Konvergent ola bilməz. B variantı səhvdir. C variantına baxıram. 1-ə materik dayazlığı, 2-yə okean novu, 5-ə isə materikin nə dedik? Ətəyi. Ətəyi dedik. Ay sağ ol. Deyir, okean dibinin relyef formalarına daxildir. Doğrudur. Bunların onsuz da hamısı materik okean dibinin relyef formasıdır. Gəlirəm D variantına baxıram. 2 okean novu, 3 abissal düzənlik, 5 isə okean materik ətəyi. Bu nədir? Okean tipi yer qabına malikdir? Səhvdir. Düzdür. Sonra baxıram 1-ə, 2-yə, 3-ə. Hansına materik ifadəsi varsa, uşaqlar orada qranit qatı olur. 1-ə baxıram. 1-in olduğu yer materik dayazlığı, 2-nin olduğu yer okean novu, 3-ün olduğu yer isə abissal düzənlikdir. Deyir 100 metr dərin əraziləri əhatə edir. Deməli 1000 metr. 1000 metrə dərinliyi əhatə edirsə, bu hansı ola bilərdi? Təbii ki, orta okean dağ silsiləsinə aidilər də səhv ifadədir bu. Cavabımız 5-də nədir uşaqlar? C variantı. Sual var? Xeyr. Gəlirəm 6-ya baxıram. Deyir, Venn diaqramına fərqləndirilmiş əraziyə yazıla bilməz. Paleozoy, mezozoy, kaynozoy. Bunlar yəni oxşar olmayan cəhət istəyir. Azərbaycanda bu dövrə aid sulara rast gəlinir deyir. Azərbaycanda bu dövrə aid olan sulara rast gəlinir, oxşardır. Bu yazıla bilər. Panerozoy yanına daxildir, oxşardır, yazıla bilər. Yerin geoloji kömərlisinə daxildir, doğrudur, yazıla bilər. Həm filiz, həm də qeyri-filiz mənşəli faydalı qazıntılar yaranmışdır deyir. Bu da yazıla Düzdür. bilər. Ekoloji problemlər müşahidə edilmişdir. Bu hamısına yazıla Paleozoyla bilməz. mezozoya yazıla bilər də. Bəli, ekoloji problemlər müşahidə edilmişdir. Bu oxşar cəhət olmayacaq. Aydındır uşaqlar. Bəli. Gəlirim 7-yə. Deyir, uyğunluğu müəyyən edin. Deyir, dərin neft quyularının qazılmasında istifadə olunur. Bilirsiniz ki, dərin neft quyularının qazılmasında istifadə olunan nə idi? Qazaxda daş sallaqlı yatağında olan bentolit gil idi, yoxsa nə idi uşaqlar biz qeydləmişdik? Nədir müəllimə? Dərin neft quyularının qazılmasında istifadə olunurdu. Nə idi? Barit idi, yoxsa daş sallaqlıda olan bentolit gilimiz idi? Hansı idi? Barit olardı uşaqlar. Tamam. Düzdür, barit yatağımız. Qeyd edəcəksiniz ki, barit Çovdar və Başqışlıq arasında Daşkəsən və Goranboya düşür. Dərin neft quyularının qazılmasında istifadə olunur. Daşkəsənlə Goranboyun ərazisinə baxağım. Burada gəlin birinci ərazilər təhlil edin. 1-in rəqəmi ilə göstərilən ərazi Qazaxdır. 3-lə göstərilən ərazimiz Tovuz, 4-lə göstərilən ərazimiz Daşkəsən, 2-ilə göstərilən ərazimiz isə Abşerondur. Aydındır? Bəli. Deməli, bir deyir ki, dərin neft quyularının qazılmasında istifadə olunur. Daşkəsəndə deyəcəksən ki, Çovdar barit yatağı. 1-ə gedəcək A və 4. O da davamlıdır, qəlb kimi metal tökmədə istifadə olunur. Bentolit gil. Hardaydı? Qazaxda. Daş sallaqlı yatağında. 2-yə gedəcək D və 1. Kənd təsərrüfatında və kimya sənayesində istifadə olunurdu Ağdağ. Bu bizim nə yatağımız idi? Ağdağ, Siolit gil yatağımız idi Tovuzda. 3-ə gedəcək. Şüşə istehsalında istifadə olunur Hacıbəli və Hökməli, yəni kvars qum yatağımız idi. O da Abşerondadır, gedəcək 2-yə. Aydındır? Cavabımız olacaq B variantı. Gəlirəm digər sualımıza baxıram. Deyir, respublikamızın relyefi ilə bağlı doğru fikirləri müəyyən edin. Yan silsiləsində kanyonvari dərələrə rast gəlinir. Uşaqlar, bu doğru ifadədir də, düzdürmü? Yan silsiləsində bizim kanyonvari dərələrimizə rast gəlinirdi. Doğrudur. Sonra bizdən nə istəyir? Deyir ki, Talış dağlarında maqmatik mənşəli suxular üstünlüyü təşkil edir. Səhvdir. Sonra nə deyir? Deyir ki,
Kiçik Qafqaz vilayətinin ən hündür zirvəsi 3900 metrdən daha alçaqdır. Kiçik Qafqazın ən hündür zirvəsi haraydı uşaqlar? Kiçik Qafqaz vilayətinindir. Hə? Qafçıq da müəllim. Kiçik Qafqaz vilayətinin ən hündür zirvəsi. Ha, Vilayət deyir. Ağa Hüseyn. hə, Qapıcıq vilayət olaraq Naxçıvan belə deyək də Orta Araz vilayətinə aid deyildimi? hə, Naxçıvan deyirik də, yəni. Aha. Deməli baxın, dedik ki, bir nədir? Doğrudur. Bilirsiniz ki, Böyük Qafqazın yan silsiləsindən axan çaylar var ki, məsələn, Qudyal çay, Qaraçay, bunlar bərk suları kəsərək dərin və e, dar kanyonvari dərələr əmələ gətirirlər. Düzdür? Məsələn, Minaxan kanyonunun dərəsinin adını çəkə bilərik. Bir doğrudur. İkiyə dedik ki, Talış dağlarında maqmatik mənşəli suxular süni təşkil edir. Əslində uşaqlar Talış dağlarında paleogen dövrün suxuları var da, vulkanik mənşəli suxuları var. Suxurlar deyə bilərik, amma faydalı qazıntı deyə bilmərik. Kiçik Qafqaz vilayətinin ən hündür zirvəsi 3900 metrdən daha alçaqdır deyir. Kiçik Qafqazın bilirsiniz ki, ən hündür zirvəsi Murov dağıdır. Murovdada yerləşən Camış dağıdır. O da 3724 metrdir. Demək bu ifadə nədir? Doğrudur. Qafçıq neçədir? Qapıcıq Naxçıvan Orta Araz təbii vilayətinə aiddir. Hə, Kiçik Qafqaz vilayəti dediyinə görə biz Camışdağı götürürük Aha, də. bəli. Kiçik Qafqaz təbii vilayəti dediyinə görə Camış dağı götürürük. Zəfər zirvəsi Qarabağ iqtisadi rayonunda yerləşir. Səhvdir uşaqlar. Zəfər zirvəsi deyəcəksiniz ki, Baş Qafqazın, yəni ki, Böyük Qafqazın Baş Qafqaz silsiləsində yerləşir. Quba-Qusar rayonunun sərhədindədir. Quba Xaçmaz iqtisadi rayonundadır. Ölkənin ərazisinin 80%-dən çoxu düzənliklər tutur deyir. Bu səhvdir. Azərbaycan ərazisinin təxminən Faizi torpaq, 40% də düzənlik. aha. Böyük Qafqaz dağları ölkəmizə Qutundağ zirvəsindən başlayır. Səhvdir uşaqlar. Tinevrosa zirvəsindən başlayır da, düzdür? Bəli. Cavabımız olacaq 1, 2, 3. Maqmatik, baxın uşaqlar, Talış dağlarında maqmatik mənşəli suxurlar var, amma Talış dağlarında filiz faydalı qazıntı yoxdur. Bildinizmi? Yəni qarışdırmayın da bunları. Cavabımız olur A bəndə. 9-a baxıram. Xəritə sxemdə göstərilmiş inzibati rayonlara uyğun mineral xammalların yataqlarını müəyyən edin. Biz bir ki, haraydı bizdə? Daşkəsən idi uşaqlar. Daş. Hə, Ay sağ ol. Bir Daşkəsəndir. Keçirəm 3-ə. Kəlbəcər, 4 Laçın, 2 isə Laçın, Zəngilan. Bəli. Bir də deyəcəksiniz ki, Çovdar, bəli, bizim nə yatağımız vardı? Barit yatağımız var idi. Düzdür? Çovdar barit yatağımız. Sonra baxıram digərinə. Bir də məsələn ağ yataq, bilirsiniz ki, nə yatağı idi ağ yataq? Ağ yataq, şorbulaq, levçay. Bunlar bizim civə yatağımız idi. Amma haradaydı uşaqlar? Kəlbəcərdə. Laçında. Kəlbəcərdə. Ağ yataq, şorbulaq, levçay Kəlbəcərdə idi. Yəni o biri götürə bilmərik də, yəni B variantın. Qoşa, bəli. Birinin uşaqlar olduğu yer Gədəbəyə düşürük. Daşkəsən deyil. Daşkəsən buradadır. Baxın. Biz səhv qeyd eləmişik. Birinin olduğu yer Gədəbəydir. Baxın. Bir, məsələn, yazıq Çovdar yatağı səhvdir. O hardaydı? Daşkəsəndə. B variantına baxıram. Ağdağ nə yatağı idi? Seolit gil yatağı idi. Ağdağ Tovuzda. Düzdür? Qoşa qızıl yatağı idi. Gədəbəydə idi. Qoşa qızıl yatağıdır. Gədəbəydə Zəylik Daşkəsəndədir. Anlayacaq. Ya cavabımız C-dir ya da D-dir. Baxıram 2-yə. 2 Zəngilanda və Zəngilanda verjinəli qızıl yatağımız vardı. 3-ə baxıram. Kəlbəcərdə nə var idi? Qızılbulaq, qızıl yatağımız vardı. Düzdür? Narzanlı isə Laçındadır. Ona görə səhv. Cavabımız olar C bəndə. Yəni 1-ə qeyd edəcəksiniz ki, Gədəbəydə qoşa qızıl yatağı, 2-də Zəngilanda verjinəli qızıl yatağı, 3-də Kəlbəcərdə qızılbulaq, qızıl yatağı, 4-də ipək Laçında xromit yatağı idi. Cavabımız oldu C. 10-cu suala baxırıq. Deyək, yerin 420 metr dərinlikdəki suxurların temperaturu müsbət 14 dərəcədir. Geotermik qradiyent 8 dərəcəyə bərabər olarsa, 1120 metrdə neçə dərəcə olar? Belə məsələlərdə nə edirik uşaqlar? Belə məsələlərdə biz birinci bildik ki, geotermik qradiyent nə deyilirdi? Geotermik qradiyent
Əsasən geosinknal ərazilərdə daha üstünlük təşkil edirdi. Yəni platformalarda kiçik, geosinknallarda isə böyük olurdu. Və geotermik ilə biz bildik ki, əvvəlcə biz burada dərinlik fərqini tapmalıyıq. Yəni 1120-dən 420-nə çıxacaq. O deyəcək 700. 700. Bəli. Daha sonra biz burada tənasib quracağıq. Məsəl üçün, deyir ki, 420 metr dərinlikdəki suda temperatur müsbət 14 dərəcədir. Geotermik qradiyent isə 8 dərəcəyə bərabərdir. Biz bilirik ki, geotermik qradiyent 100 metrə əsasən hesablanır da. 100 metrə. Amma geotermik pillə 33 metrdən biridir. Deməli, 100 metrə temperatur 8 dərəcə artırsa, 700 metrdə nə qədər artar? Aydındır fikrim sizə. Geotermik pillə Ha, 100 metrə hesablanılır. Geotermik pillə isə 33 metrdə, yəni dərinliyə doğru temperatur artır. Geotermik qradiyent 100 metrdə temperatur 8 dərəcə artırsa, bəs 700 metrə nə qədər atacaq? 700 vuracaqsınız 8-ə, böləcək böləsiniz 100-ə. 100-ə. O deyəcək 56 dərəcə. Daha sonra 56 dərəcə ilə də müsbət 14 dərəcəni toplayacaqsınız. Cavabınız olacaq 70 dərəcə. Sualınız var? Hə, uşaqlar. Ha, oradakı 8'e 700'den şey vurdu da. Bax, Ha, 100 bildim. metrə 8 dərəcədir. Geotermik qradiyent 100 ilə hesablanır hər zaman. 100 Ha, metrə 8 dərəcədir. Yəni bu 8 dərəcə ifadəsi dəyişilə bilər. Sadəcə geotermik millə geotermik qradiyent 100 ilə hesablanır. Məsələn, ora 8-in yerinə 5 də yazıla bilər. Amma ki, sən məsələn 100 metrə 5 yazarsan, yaxud da ki 8 yazına görə biz 8 yazdıq. Metrdən ha, metrə bildim çıxdıq. ben. Aydındır? Baba. Sonra gəlirəm uşaqlar 11-ci suala. Xaşı mineral bulağı, meşə su mineral bulağı fərqli xüsusiyyətləri müəyyəndir. Xaşı, xaltan xaşı, çimi bilirsiniz ki, hardaydı? Kubadı. Qubada. Meşə su mineral bulağımız isə hardaydı? Meşə su. Lənkəranda. Baba. Aha, deyir xaşı mineral bulağının, meşə su mineral bulağının fərqli xüsusiyyəti nədir? Bilirsiniz ki, uşaqlar, Lənkəranın özü Kiçik Qafqaz, yox, Lənkəran ovalığında yerləşdiyinə görə meşə su, o Kür dağarası çökəklikdə yerləşir. Xaşı isə Böyük Qafqaz tektonik qalxma zonasında yerləşir. Elə cavabımız 11-də nə olacaq? A bəndi. Aydındır? Xaşı Baba. mineral bulağını, meşə su mineral bulağının fərqli xüsusiyyətinə daxildir, deyir. Deyir, geosinkronal ərazidə yerləşirlər hər ikisi. Gəl bir dənə hamısına baxaq. Tektonik qalxmada yerləşir. Uşaqlar, tektonik qalxmada yerləşir deyirsə, biz dedik ki, tektonik qalxma zonası kimi götürsək tam olaraq. Məsələn, bizim tektonik zonalarımız vardı da. Bu meşə su düşür şeyə də, elə Lənkəran Kür dağı çökəkliyə düşür. Yerləşdiyi inzibati rayon xarici ölkə ilə sərhəd mövcud deyil. Hər ikisinin. Məsələn, Quba da xarici ölkənin həmsərhəddə yerləşmir. Lənkəran da xarici ölkənin həmsərhəd yerləşmir. Termal sulara daxildir hər ikisi. Mineral bulağının yerləşdiyi ərazidə mezo yaşlı suxurlar geniş yayılmışdır deyirsə, məsələn, mezo yaşlı suxurlar əslində xaşının olduğu yerdə geniş yayılıb. Məsələn, Lənkəranın olduğu yerdə biz bilirik ki, mezo yaşlı suxurlar geniş yayılmayıb. Çünki Lənkəranın olduğu yerdə 4-cü dövrün çökmə suxurları geniş yayılıb. Amma Qubanın olduğu yerdə, Quba ərazisində məsələn, mezo yaşlı suxurlar üstünlük təşkil edir. Belə baxanda iki dənə variant çıxır burada. Məsələn, tektonik qalxmada yerləşir. Tektonik qalxmada Quba deyəcəksiniz ki, tektonik qalxmada nə edirdi? Quba ərazisi məsəl üçün düşür də tektonik qalxma zonasına. Böyük Qafqaza düşürdü. Düzdür uşaqlar? Ha, Hə, Hüseyn. Qubanın ərazisi Böyük Qafqaz Hayır. tektonik qalxma zonasına Evet. düşür də. Düzdür? Hayır. Hayır. Meşə su da Lənkərana düşdüyünə görə Kürdağı çökəkliyə düşür. Burada bir dənə əslində iki dənə su Ama var. yine o şey çatmadı. Termal sulara daxil deyirik. Termal sular bilirsən O də nə demək? Bilmirəm amma. tektonik sınma zonasında yerləşən Hə, ərazilər. bildim, bildim. Aydındır? Bəli, bəli, aydındır. Aha, məsələn iki dənə tektonik zonanın arasında yerləşir, onu deyirsən. Sonra gələk digər sualımıza baxaq. 12-ci sualımıza. Birinci işarə bilirsiniz ki, dəmir filiz yatağımızda. Hamamçay, Dəmiroğlu, Daşkəsən ərazisindədir. Bəli. İnzibati rayon olaraq Daşkəsəndə. Demək bir nədir? Səhvdir.
2-yə baxıram, bu civə yatağımızdır. Civə yataqlarımız qeydləmişdi ki, Narzanlı. Aha, civə yataqlarımız hansılardı bizim? Girgəzçay, Narzanlı yataqlarımız vardı. Sənə də var. Düz verilib, burada heç bir səhvlik yoxdur. Var müəllim, Laçında deyək. Laçındadır da bu, Narzanlı, Hə, Girgəzçay, Laçındadır. 2 doğrudur. 3-ə baxıram, bu xromit yatağımızdır. Bura nə yazıb? Çovdar yazıb, səhvdir. Çovdar barit yatağıdır. Olmaz. 4-ə baxıram, bu bizim qızıl yatağımızı Qoşadır, Gədəbəydədir, düzdür. 5-ə baxıram, bu bizim nə yatağımız uşaqlar? Mərmər işarəsidir. Mən keçən dəfə demişdim ki, paxlavaya bənzəyir. Mərmər. Mərmər yatağımıza Tamam. toğanlı olmaz. Toğanlı uşaqlar yadınızda saxlayın, kükürt yatağıdır, kükürt. Çıraqdərə toğanlı. 6-ya baxıram, Missi, belə, Qaradağdadır. Qaradağ yatağımız da hardaydı? Dedi. Gədəbəydə. Belə. Düzdür. Bəli. Deməli, 12-də doğru cavabımız olacaq bizim nə? 2, 4, 6. Keçirəm 13-cü suala. Atlas dağları üçün doğru olmayan fikirləri müəyyən edin. Atlas dağları bilirsiniz ki, Afrika materikində yeganə cavan dağ idi. Hə. Deyir, Böyük Səhranın şimal-şərqində. Bilirsiniz ki, Atlas dağları baxın harda yerləşir? Bu hissədə yerləşir də təxminən. Böyük Səhradakı hardadır? Buradaydı. Böyük Səhranın şimal-şərqindədir, şimal-qərbindədir, düzdür. Düzdür deyir, Böyük Səhranın şimal-qərbində Araq dəniz sahilində yerləşir. Burada heç bir səhvlik Yoxdur. yoxdur. Keçirəm digərinə baxıram. Bu niyə silmək olmur? Aha. Keçirəm digərinə baxıram. Deyir ki, Afrikada yeganə cavan dağ silsiləsi düzdür. Birləri, ikiləri çıxıram. Cavan dağların əksəriyyəti kimi Atlas dağlarda Hors və Qrabenlər üstünlük təşkil edir, deyir. Hə. Səhvdir. Bu Hors və antik Qrabenlər əsasən platformalarda olur. Aydındır? Bunlar antiknal olmalıdır, elə antiknal, Bəli, sinknal. antiknal və sinknal olmalıdır. Onun ən yüksək nöqtəsi Kilimanjaro zirvəsi, səhvdir. Ən zirvəsi Tupqal idi. Tupqa 4167. Aha. Atlas dağları Alp Himalay qurşan ən qərb hissəsində yerləşir. Bu da doğrudur. Zəngin boksit yataqlarına malikdir. Xeyr, boksit yox, fosforit olacaq. Bəli. 13-də yanlış cavablarımız 3, 4, 6-dır. Cavabımız olur 3, 4, 6 E bəndi. Keçirəm 14-cü sualımıza. Deyir, uyğunluğu müəyyən edin. Baxıram burada uşaqlar. Deyir ki, antiknal və sinknalların yaranması ikinci mərhələdə idi. 2-yə gedəcək A. Sonra baxıram digərinə. Deyir, xarici proseslərin təsiri ilə dağlar düzənliyə çevrilmişdir 4-də. 4-də gedir B. Dibi qan... Aha, bəli, 4-də gedir B. Dibi qalın çökmə surqatına malik olan dəniz hövzəsi yaranmışdır deyirsə, bu gedəcək 1-ə. 1-ə C. Sadə qırışıqların birləşməsidir. Bu da gedəcək nəyə? 3-ə. Aydındır? Cavabımız olacaq 14-də A bəndi. 15-ə baxıram. Seolit gil yatağımız bəli Tovuzdaydı və yazdıq nə? Meteorologiya. Seolit gildən uşaqlar bilirsiniz ki, Seolit gil Ağdağdaydı, Tovuzdaydı, kənd təsərrüfatı və kimya sənayesində istifadə olunurdu. Biz onu meteorologiya götürə bilmərik. Səhvdir ona görə. Keçirəm 2-yə. Perlit, Kəlbəcər, bir də yazıb kimya sənayesi. Perlit yatağımız, uşaqlar, biz bilirdik ki, perlit. Hardaydı perlit? Kəlbəcərlə Naxçıvandaydı. Kənd təsərrüfatı və kimyada istifadə olunurdu. Bu doğrudur ki. Qızıl yatağımız Zəngilan, kimya. Qızıl yatağımız kimya olmaz axı qızıl. Səhvdir də. Gips, Qaramboy, tikinti yazıb. Gips deyəcəksiniz ki, uşaqlar, Goranboy ərazisində varmı? Gips yatağımız. Ağca kənddə vardı, Goranboyda. Gipsdən nədə istifadə olunurdu? Deyəcəksiniz ki, tikintidə. Bu da doğrudur. Yəni 15-də 1, 4 doğrudur da. 5 də doğrudur. Mineral su şahbuzda yeyinti. Məsələn, şahbuzda bizim badamlı mineral suyumuz var idi. Kvarskum Laçında deyildi. Hacıvəli və Hökməlidə idi, Abşerondaydı. Doğru cavabımız 15-də nədir? 2, 4, 5.
Gəlirəm 16-ya. Deyir, Eyler-Venn diaqramına əsasən doğru variantı müəyyən edin. Baxıram ki, uşaqlar 1 Abşeron ərazisidir. 2 isə Kəlbəcər, Laçın, yəni o hissələrdə daşkəsən zonasıdır. Deyir, yalançı vulkanlar rast gəlinir. Təbii ki, Abşerondaydı. Bizdə palçıq vulkanları, pseudo vulkanlar yalançı vulkanlar idi. 2-nin olduğu yerdə sönmüş vulkanlar var. Yaxşı. Deməli, 1 gedəcək yalançı vulkanlara rast gəlinir deyir. Hansına qədər uşaqlar? 1. 1 gedir 1-ə. Maqmatik mənşəli suxular süni təşkil edir Kiçik Qafqazda, yəni 2-də. Filiz faydalı qazıntılar geniş yayılmışdır. Təbii ki 2-də. Çünki maqmatik suxular varsa filiz faydalı qazıntılar olacaq. Mineral bulaqlar deyir mövcuddur hər ikisində. Birisi də Abşeronda Şıq və Suraxanı mineral bulağımız, Kəlbəcərdə İstisu, Laçında Minkənd kimi mineral bulaqlarımızın adını çəkə bilərik. Bu oxşar cəhətdə. Tektonik qalxma zonasında yerləşir hər ikisi. 1 Böyük Qafqaz tektonik qalxması, 2 Kiçik Qafqaz tektonik qalxması. Çökmə mənşəli suxular süni təşkil edir. Təbii ki 1-in olduğu yerdə. Cavabımız 16 olacaq B variantı. 17-yə baxaq. Doğru variantı müəyyən edin. Birinci işarəyə baxırsanız ki, uşaqlar Kordilyer dağlarıdır. Düzdürmü? Deyir ki 2, 5, 9. Yəni Apalaç dağları, 5 Skandinaviya dağları, 9 böyük sayıcı dağlar. Eyni erada yaranıb, düzdür uşaqlar. Apalaçdır, Skandinaviyadır, böyük sayıcı dağlar Paleozerasında yaranıb. Elə cavabımız nə olacaq bizim? 17-də A bəndi. 3-ə baxıram. Deyir 3 Ant dağları, 6 harada 6? 6 təxminən Ural dağlarına düşür də, Ural dağlarda. 7-yə baxıram. 7 haranı göstərib? 7 də deyəsən Qafqaz dağlarını göstərib. Düzdür? 7-nin olduğu yer Qafqaz dağları deyə bilərik. Sonra bizdən nə istəyir? Qafqaz dağlarını göstərdik. 7, 8-dəki uşaqlar Himalay dağlarıdır. Deyək, qırışıq dağlardır. Uşaqlar bu səhvdir. Ant dağları düzdür, cavandır. Amma Ural dağları failə dağdır. Yəni bu Ant dağlarına, Qafqaz dağlarına, Himalay dağlarına aiddir, amma Ural dağlarına aid deyil. 1-ə baxıram. 1, Kordilyer dağları 3, Ant dağları 7, Qafqaz dağları. Subduksiya nəticəsində yaranmışdır. Səhvdir uşaqlar. Qafqaz dağları konvergent sərhəddədir, düzdür, amma ki kolliziya nəticəsində yaranıb. Aydındır, Ümid? Bəli. 1, 4, 8. 1 bilirsən ki, Kordilyer dağıdır. 4 Alp dağlarıdır. 8 isə Himalay dağlarıdır. Deyir, ölçülər arasında sərhəd rol oynayır. Bu ifadə nədir? Yanlışdır. Yanlışdır. Bəli, bizdə sərhəd rolu oynayan dağlarımız var təbii ki. Məsələn, sərhəd rolu oynayan dağlarımızı biz hansı dağlar adını çəkə bilər ki, bu dağlar sərhəd rolu oynayır. Gəlin qeyd eləyək. Tutaq ki, məsələn, Qafqaz dağları nə rol oynayır? Sərhəd rol oynayır. Qafqaz dağları deyəcəksiniz ki, Azərbaycan, Rusiya, Gürcüstan Üzülür. ərazisində. Yani, bu ne deməkdir ki, sərhəd rol oynayır? Yəni ki, bir çox ölkənin ərazisində yerləşir. Hə. Məsələn, Qafqaz dağları Azərbaycanın, Gürcüstan, Rusiyanın ərazisinə düşür. Sonra, məsələn, Kopet dağ Türkmənistan, İran arasında sərhəd rol oynayır. Yəni ki, bunlara əsasən biz öyrənmək, məsələn, Qaraqorum Pakistan, Hindistan, Əfqanistan arasında sərhəd rol oynayır. Həm belə. 2, 5, 6, 8 mütləq hündürlüyünə görə hündür dağlardır. 2 Apalaç dağıdır. Bizdə uşaqlar hündür dağların, yəni ki, yüksək dağlar 2000 metrdən hündür olan dağlardır. 2000 metrdən hündür olan dağlardır. Apalaç dağlarının hündürlüyü biz qeyd eləmişdik ki, 2037 metrdir. 5-də olan dağımız Skandinaviyadır. O da 2469 metr idi. 6-da olan dağımız isə Ural dağları idi. Ən zirvəsi Narodniya 1895. Artıq burada nə olub? Pozuntu yaranıb. Yəni orta hündürlüklü dağdır. Yüksək dağ deyil. Yüksək dağlar 2000 metrdən yüksəkdə yerləşir. Cavabımız var 17-də A bəndi. 18-ə baxıram. Xəritə sxemində rəqəmlərə uyğun gələn coğrafi toponimlərin hansıları doğru göstərilmişdir? Burada baxanda uşaqlar bilirsiniz ki, 1-ə yazıb nə? Qiviyana yaylası. Bu nədir? Uşaqlar yanlışdır da. Qiviyana yaylası orada yerləşmirdi. Düzdür? Söhbət bilirsiniz ki, Cənubi Amerika materikindən gedir. Cənubi Amerika materiki haqqında
Biz qeyd edəcək ki, orada yerləşən Qviana yaylası o isə də yerləşmir. Harda yerləşir Qviana yaylası? Təxminən 2-nin olduğu yerdə. Düzdür? 1-in olduğu yer Orinoco ovalığıdır. 1 Orinoco ovalı, 2 Qviana yaylasıdır. 3-ün olduğu yer Amazondur, 4-ün olduğu yer Braziliyadır. Düzdür? Ha. Məsələn, 1-ə yazıb Qviana yaylası səhvdir. Orinoco olacaq. 2-yə yazıb Orinoco ovalı düzdür. 7-yə yazıb Ant dağları düzdür. Yox, Ant dağlarına düşmür. Uşaq tam şeyə düşür. Itaipu dağına düşür. Itaipu. 3-ün olduğu yer dedik Amazon ovalığı, 4-ün olduğu yer Braziliya yaylası, 8-in olduğu yer Altiplano, 5-in olduğu yer biz qeyd elədik ki, La Plata ovalığıdır. 6-nın olduğu yer isə Patagonya. Aydındır? Ha. 18-də cavabımız nə olacaq? C variantı. 8 Altiplano, 6 Patagonya. 1 Qviana deyir, Orinoco ovalığıdır. 4 Braziliya yaylası düzdür. 2 Orinoco ovalıdır, bəli. 7 Ant dağları deyil, Itaipu dağlarıdır. 8 Altiplanodur, düzdür. 6 Patagoniyadır, düzdür. 5 La Plata ovalığıdır. 3 Amazon ovalığıdır. 1 Amazon deyil, Orinoco ovalığıdır. 2 Qviana yaylasıdır. Cavabımız olur 18-də C variantı. 19-a baxırıq. Deyir, şəkil sxemdə təsvir edilmiş materik birinci, yəni hansı materik təsvir olunub, onun hansı geoloji erada yarandığını və hansı geoloji erada parçalandığını müəyyən edin. Biz 19-da qeyd edəcəyik ki, uşaqlar, bu nədir? Gondvanadır da, Gondvana, yəni cənub materiklərimizdə. Cənubi Amerika, Afrika, Antarktida, Avstraliya, bunlar bizim cənub materiklərimizdə Gondvanadır. Gondvana bilirsiniz ki, nə zaman parçalanıb? Paleozoyda Gondvana parçalanıb, bəs nə zaman müasir materiklərə ayrılıb? Mezozoyda. Cavabımız olacaq bizim 19-da nə? D variantı. Gondvana, Paleozoy, Mezozoy. Aydındır? Ha. Lavrasiya şimal materiklərimizədir. Yəni Şimali Amerika ilə Avrasiya. Gəlirəm 20-ci sualımıza baxıram. Deyir, rəqəmlərin yerini yazacaq suxur hansı variantda doğru göstərilmişdir? Birinci bilirsiniz ki, uşaqlar püskürülmüş suxurlar deyir. Püskürülmüş suxurlar bilirsiniz ki, maqmatik suxurlar iki yerə bölünür. Efuziv və intruziv suxurlar. Efuziv suxurlar səthə püskürmüş olur, amma intruziv suxurlar səthə püskürmür. Məsələn, burada yazılıb ki, suxurlarımızın adları yazılıb. Məsələn, bir püskürülmüş suxur deyirsə, sən bura efuziv yazmalısan. Burada qrafit var. Uşaqlar, qrafit bilirsiniz ki, metaformikdir. Bu olmaz. Birə baxıram, Pemza yazılıb. Uşaqlar, Pemza götürə bilərik. Birisi efuzivdir. Birə yazıb qranit. Uşaqlar, qranit intruzivdir, olmaz. Mərmər yazıb. Mərmər necə mənşəlidir? Metaformikdə olmaz. Obsidian, bəli, obsidian. Bu da nədir? Ola bilər, efuzivdir. Ya cavabımız B-dir, ya da E-dir. Sonra uşaqlar nə edir? Aşınma və suxuların daşınması nəticəsində suxurun aşınması. 2-yə uşaqlar çökmə mənşəli suxurları götürəcəksiniz 2-yə. 2-yə götürəcəksiniz nəyi? Baxıram nəyi? Baxır bizdə qaldı ya B ya da E-də, düzdür? Təbii qaz, bəli. Necə mənşəlidir? Çökmə mənşəlidir. Təbii qaz. Gilli şist necədir? Gilli şist metaformikdir. Ona görə cavab yanlışdır. Cavabımız olacaq B bəndi. Birincidə gələcək efuziv suxur, ikincidə gələcək çökmə mənşəli suxur, üçüncüdə gələcəkdir metaformik suxur. Yəni qranit qneysə çevrilir. Yəni çökmə mənşəli suxurdur. Metaformik mənşəli suxurdur. Aydındır cavabımız? Tamam. B variantı. Bu da məntiq tələb edən bir sual idi. Deyir, Alüt adalarının Galapagos adlarını fərqləndirmək xüsusiyyəti. Uşaqlar, Alüt adası bilirsiniz ki, konvergen sərhəddə yerləşir, toqquşma sərhəddə yerləşir. Yəni subduksiya nəticəsində yaranıb. Sakit Okeanın Avrasiyanın toqquşmasına yaranıb. Galapagos adası isə uşaqlar divergen sərhəddə yaranıb. Yəni ayrılma nəticəsində yaranıb. Nəylə nəyin ayrılması nəticəsində yaranıb? Naska tavası ilə Kakos tavasının ayrılmasından. Deyir, fəsillərin adi növbələşməsi müşahidə edilir. Siz bilirsiniz ki, fəsillərin adi növbələşməsi mülayim və subtropik iqlimdə